2018-ci il BMW X5. 3 motor, $7100 start qiymətinə 105.000 mil yürüyüşləndi maşın. Maşının ön hissəsində, kapotda burada yüngül zədə var, dəmir çimalyarlıq iş var. Qapı dəyişilməlidir, krilo. Başqa çox da yüngül zədi ilə də başqa ağır zədəsi yoxdur maşın. Sağ tərəf tam zədəsidir maşın. Kör nöqtə açarsı daxil olma, panorama lük mövcuddur maşında. Arxa tərəfdə də heç bir zədə yoxdur. Qara dəri salon, maşının ximitiskiyə ehtiyacı var. Stenikin isidilməsi, CarPlay dəstəkləyən böyük monitorunu. Zavod qara damlandı maşın. Buradan da maşının vin kodunu paylaşırım.